anlar ki, gördünüz ki, şeytan gəlir, hücum edir, ailələri dağıtmaq istəyir, vəziyyəti gərginləşdirmək istəyir və pis istiqamətə gedir. Gördün, telefonu götürdün əl və gördün, gəldi bir SMS, bir yazı, bir WhatsAppda, hə? Şeytan bu yandan gəl deyir, narahat olma, belə olmaz, inşallah yaxşı olar, inşallah belə, ürəyimi sıxma, hə? Şeytan da min dənə oyun qurur cavan üçün. O anda bu zikirləri deyə bilərsən. Yusuf bunu deyib. Maazallah, Allah sənə pənah. İnnehu Rabbi, mənim Rəbbim sənə. Əhsənu məsvay, nə gözəl sığınacaqsan sən. 3 dənə kəlmə. Maazallah, innehu Rabbi, əhsənu məsvay. Bu cümlələri deyə bilərsiniz. İnnehu la yuflihuz zalimun. Heç vaxt insan bu günahla bir yana yeyib yetişə bilməz. La yuflih. Qurtula bilməz. Mən bunu bilirəm. İndi sən mənim əlimdən tut, ya Rəbbəl aləmin. Yusuf bu cümlələrdir. O 3 dənə cümləni deyə bilərsiniz. Və ondan sonra ədəbə baxın, demir, özüm çıxdım bu günahdan. Özüm bu günahdan çıxdım demir. Deyir, və mə uberri'u nəfsi innən nəfsə ləəmmarətun bis-su İlla mə rahimə Rabbi. Mən özümü təmizə çıxartmıram, ha, Yusuf deyir. Rəbbim rəhm elədi mənə və bu günahdan qurtuldum. Bu da bir danışıq üslubu. Rəbbim rəhm elədi. Fikir versən, bunu da adam görə bilirsən də bəzi vaxtlar. Bəzi vaxtlar bir günahı heç etməzsən, heç günaha qarşı qəlbində şövq də olmaz. İstəməzsən də o günah eləyəsən. O günahdan acığın da gəlir, amma bir də görərsən şeytan elə aldadıb həmən günah eləmişsən. Çox sadə, rahat şəkildə. Nədir? Allah lütfün çəkdik, düşdün o bəlalara. Allah bəzi vaxtlar başı sağ ki, mənəm səni saxlayan. Mənəm səni saxlayan.